Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa nə edirsiniz, çalışırsınız. Dünənləri biz bir balaca внутренний konflikt, daxili konfliktlərdən danışdıq, nevrozun yaranmalarından danışdıq. Bu gün də onun istəyirəm davamlı, izahlı davamlı edeyim. Ümumiyyətlə, nevroz detalları çoxdur deyə qısa-qısa istəyirəm sizə çatdırım ki, siz biləsiz, biləndə motivasiya ala biləsiz. Yəni, состояние nəyə görədir, bu vəziyyətiniz nədən irəli gəlir, nəyin fonundadır. Nevroz, mənim əzizlərim, ən əsas da indi çoxları gedirsiniz psixoloqun yanına. Psixoloq sizə nə deyir? İminli hansısa bir olayı çözməyə çalışır. Düşünürlər ki, məsələn, 10 il bundan qabaq bir hadisə olmuşdu. Onun travması fonunda indi sizdə nevroz yaranıb. Çalışırlar onu işləsinlər, amma bu belə deyil. Anlatabildim mi? Bir Ruslarda posloviçaları deyirlər ki, время сама лечит. Yəni, vaxt özü sağaldır. Yəni, 10 ilin söhbəti artıq geridə qalıb. Həmən situasiya deyil. Anlatabildim mi? Və yaxud indi neysə bu yaxınlarda bir hadisə olur və bək qorxursunuz, onun fonunda nevroz yaranır. Siz elə bilirsiniz ki, iminli o hadisəyə görədir. Bu elə deyil, bu bilirsiniz nədir? İnsanlar bildikcə, yəni hər şeydən agah olduqca qorxurlar və perişivat edirlər, yəni həyəcanlanırlar ilk növbədə. Yəni nədir? Bax, biz bilməsəydik insan doğulur və haçansa ölür, biz heç vaxt ölümdən qorxmazdıq. Perişivani olmazdı, yəni həyəcan olmazdı, qorxu olmazdı. Və yaxud infarkt kimi xəstəlik var, bilməsəydik, görməsəydik, biz ondan qorxmazdıq. Anlatabildim mi? Biz bunları bildiyimizə görə və ən əsas da jelaniyə görə, yəni insan jelaniyə nədir? İstək. Hər şey istədiyinə görədir. Hər şey istədiyinə görə həyəcan var. Hətta normal bir insanlarda da var bu həyəcanlar. Nəyə görə? Çünki bu biologiki belədir. Yəni, priroda yaradıb belə. Yəni, təbiət istəkdir bu. Allah bizi bu cürlə nastroyt eləyib, düzəldib. Yəni, pristavt eləyin, siz heç vaxt jelani olmasa, istək olmasa və perişivani o cümlədən onunla yanaşı olmasa, siz bir kötük kimi elə uzanacaqsınız, heç bir şey istəməyəcəksiniz, heç bir şey üçün də həyəcanla. Əgər istək yoxdursa, deməli həyəcan da yoxdur. Məsələn, adı elementar bir şey deyim, insan sağlamda uzanır və hiss eləyir ki, acıyıb. Nə düşünür? Yeməyimin vaxtıdır, mən yeməsəm, mənim belə ola bilərəm, yeməsəm, zəifləyə bilərəm, bu perişivaniyadır. İstək nədir? Mən yeməliyəm. Anlatabildim mi? Və perişivaniya nədir? Yəni, yeməsəm, bu şey ola bilər, o şey ola bilər, nə bilim, nə ola bilər. Anlatabildim mi? Jelaniya da ora, yəni istək də ora podключаться olunur və həyəcan yaradır insanlarda. Bu, bütün insanlarda belədir. Nevrozlarda ancaq yəni bu həyəcan bir balaca daha belə möhkəmdir. Nəyə görə? Çünki
neyромediatorlar, neyronlar elə bir orada elə bir mexanizm yaradır özü ki, bu həyəcanı öz başına yaradır. Mexanizm elədir. Neyronlar özləri bir həmən o balaca bir kareda, ağıl beyində balaca bir texnika var ki, hansı istehsal eləyir. Neyronlar onu istehsal eləyir, həyəcanı. O pastayan elədir. İnsan pastayan həyəcandadır. Sadəcə buna nevrozlar bunu hiss eləyirlər. Amma belə insanların hamısı həyəcandadır, amma hiss eləmirlər. Normal qarşılayırlar. O heç kəsin, yəni elə bir insan yoxdur, dediyim kimi həyəcansız olsun, o kötü ola bilər, uzanar, heç vaxt heç nə istəməz, heç tərpənməz. Nevrozlarda siz gördükcə, bildikcə, məsələn, infarkt var, insult var, filan var, aha, dollar qalxdı, aha, borc var, bank var, nə bilim, dostumla, nə bilim, konfliktim var, ailəmdə problem var, o var, bu var, bu var, bu var. Bu bibliotekaya dönür. Yəni beyində bir kitabxana ujus, yəni belə kitabxanası yaranır. Bəzən beyin həyəcanı yaradanda həyəcanı projektoru ora verir. Anlatabildim mi? Kino yaradır orada. Kino. Projektoru ora asvijat eləyir və siz kino, elə bir ki, kino yaşayırsınız, kinoya baxırsınız. Və o ujuslar bir-bir başlayır sizin katastrof kimi bir sizdə təsəvvüzə gətirirsiniz də, yəni bu ola bilər, o ola bilər, hələ heç nə yoxdur. Sadəcə bilikləri yığmışsınız, bura negativləri, biblioteka, ujusları və projektor ora vuranda və siz orada elə bir ki, kinodasınız və başlayırsınız bunu canlandırmağa özünüzdə. Bu da nevrozun ən böyük problemlərindən biridir. Görürsünüz ki, gedirsiniz psixologun yanına, sizi uşaqlıqdan bu yana araşdırırlar, hansı sujeti tapırlar, hansı olayı onun üzərində işləyirlər. Aha, biraz nəsə dəyişiklik hiss elədin, gedirsən 5 gün sonra eyni şeydir. Yəni, kök o deyil. Kök o deyil. Atabildim mi? Kök sizin illərcə yığdığınız negativlərdir. Hansı ki, nevrozlarda bu biraz asvijat olunur. Yəni, daha projektor ora daha güclü vurur və siz onu canlandırmağa başlayırsınız. Bəs ona görə deyilir ki, mənə sual verirlər ki, nəyə görə bir 3-4 sənət seçmişsiniz, 3-4 sənətlə məşğulsuz. Bu nəyə görədir? Bu, indi mən sizə bunu bir sir olaraq açacağam. Bunu heç vaxtı yadınızdan çıxarmayın, çalışın bunu əməl edəsiniz. Baxın, o qədər bunun qabağını almaq üçün, yəni bundan qaçmaq, bundan qorunmaq, ömür boyu elə qorunmaq, elə həyəcan içində qalacaqsınız, tamam mı? Olmur belə şey, daha da gücləşdirirsiniz bunu. Siz hətta psixologun yanına gedəndə, mən dediyim bir söz var, deyir ki, o təzəy var, təzəy. Dananın təzəyi. O quruyanda görmüsünüz də, üzr istəyirəm ifadəmə görə, üstü quruyur da onun. Onu qurdalayanda içi görürsünüz, sveji qalıb. Yəni, ona bənzədirəm mən. Onu görürsünüz ki, 10 ilin söhbətin, 5 ilin söhbətin və yaxud hansısa bir bu yaxınlarda olan olayı qurdalayırlar, biraz da sizi qıcıqlandırırlar, biraz da usuqbleni gedir, yəni biraz da dərinləşir xəstə. Nevrozlarda bu işləmir mənim əzizlərim. O depressiv hallarda, stresli insanlarda, məişət problemlərində, həyatı problemlərdə haradasa psixoloq ona dəstək ola bilər. Amma nevrozlarda o işləmir. Başınıza dönərəm. Nevrozlarda onun qarşısını almaq üçün priключаться olmaq lazımdır. Deməli, bu negativlər, ay borc var, ay filan var, ay zırt var, o qədər problemlər var ki, artıq yaşamaq həvəsiniz ölür. O zaman siz həmən o negativi, həmən o projektoru
başqa yerə yönəlməlisiniz. O projektor onun işi ancaq nəyəsə asvejat eləməkdir. Yəni işığı harasa istiqamət verməlidir, harda nə varsa. O istiqaməti dəyişmək lazımdır. Dəyişmək üçün nə etməlisiniz? Elə bir iş görməlisiniz ki, özünüzə cel qoyursunuz. Yəni bir dənə məqsəd qoyursunuz. Mən bu günləri məsəl üçün özümü sevindirməliyəm. Mən özümü xoşbəxt hiss etməliyəm. Onun üçün nə etmək lazımdır? Elə bir iş görmək lazımdır ki, indi mən başqa sənətlər tapmışam ki, hansı ki, o sənəti eləyəndə, kim üçünsə nəysə iş görəndə o məmnun qalır, mənə də ləzzət eləyir, 2 kəlmə gözəl söz deyir mənə və mən rahatlaşıram, ondan motivasiya alıram, tamam mı? Sizdə də həmən şey ola bilər. Ya başqa bir, məsələn, peşə, nə ilənsə məşğul olmalısınız və yaxud çıxmalısınız artıq, məsəl üçün, özünüzə məqsəd qoyursunuz da, bir cel qoyursunuz ki, məni bu günləri nə sevindirə bilər? Mən kiməsə bir xoş söz desəm, o da həmən xoş sözü mənə qaytarsa, mənə bu ləzzət eləyərmi? Aha, eləyər. Niyə də olmasın? Yəni, elə eləməz, priключаться olmalısınız, tamam mı? Yəni, başqa yerə yönəlməlisiniz o projektoru. O kitabxanaya ki vurmuşdu, Ujis kitabxanasına, oradan keçir, bu bursuna zafiksirvat eləyir. Ora asvejat olunur və siz yavaş-yavaş o kitabxananı bağlamağa gəlib çıxardır da, yəni bağlayırsınız o kitabxananı, çünki yeni bir kitabxana açılır ki, hansı ki ora öz əməllərinizlə, öz hərəkətlərinizlə sevincli bir nəylərisə, olaylarısa və hadisələri ora başlayırsınız yığmağa. Projektor da ora vurur. Anlatabildim mi? Daha o ujuslara yox, yığdığınız ujuslara bu yana vurulur. Tamam mı? Yəni bu əsas texnikalardan biridir. Başlı qat, başlı nə bilim, get nəylənsə işdə filan bəsməkan, belə bir şeylər olmur. Çünki siz baş qatmaq üçün gedəndə, təbii ki, məsələn, gəzirsiniz meşədə və yaxud nə bilim, dağda, təpədə, orada, burada, amma fikir yenə də o projektor oradadır, o kitabxanadadır, Ujis kitabxanasına vurur. Yenə də həmən şeyləri siz xatırlamağa başlayırsınız. Çünki heç bir zövq ala bilmirsiniz ondan. Anlatabildim mi? Bir də var ki, nəsə yaradıcılıqla, nəsə bir xoş bir hərəkətlə, hansısa xoş bir sözlə məşğul olasınız və əvəzində nəsə xoş söz, xoş hərəkət, xoş nə bilim nəsə alanda o sizə motivasiya verir, tamam mı? O sizə həvəs verəcək yaşamağa və beyin həmən o projektor ora yönələcək, sizdə priключаться olunacaqsınız, yəni o tərəfə gedəcəksiniz, kitabxana, Ujis kitabxanası axır qapanacaq, tamam mı? Yəni bu əsas məsələlərdən biridir, biraz qarışıq bir şeydir, ola bilsin sizin üçün, amma başa düşən məni başa düşəcək ki, mən nə demək istədim, mənim əzizlərim. Nevrozun detalları çoxdur. Yəni, bundan eləməyim belə şeylər. Elə özümü qoruyum, elə həkimə gedim, qoruyum, nə bilim, təzyiqimi ölçüm, qoruyum, dərman içim, qoruyum, bütün günü bunları analiz eləyim, qoruyum, həllini tapım, qoruyum filan. Bu qoruyucu bir şey, onsuz da o düşüncələr, o fikirlər qoruyucu mexanizmin fonunda gəlir. Anlatabildim mi? Səni qorumaq üçün bunu eləyir. Sən biraz da onu usiliyyət eləyirsən, biraz da onu işlətləndirirsən. Bu belə olmur, belə işləmir, tamam mı? Onu priключаться eləmək lazımdır. Elementar bir şey deyirəm, bəlkə də bir çoxlarınızda olub. Allah heç kəsə göstərməsin, amma priключениyadan gedir. Yəni, bu fikri yönəldir səni başqa şeyə və ondan gedir söhbət. Məsəl üçün, o qədər halın pisdir, o qədər pissən ki, yəni tutub da səni də, özün də bilmirsən ki, səndə nə baş verir.
və birdən-birə evdə uşaq xəstələndi və yaxud valideynlərdən hansı biri xəstələndi. Yəni belə risk nəsə dəyişikliyi baş verdi. Elə bir hadisədir ki, siz biganə qala bilmərsiniz. Və beyin avtomatik, həmən o projektor avtomatik yönəlir ora, həmən o şeyə, sujetə. Anlatabildim mi? Olaya. Və nə olur? Siz yaddan çıxırsınız. Öz bayaq oturub o gizgiz şeylər fikirləşirdiniz, qorxurdunuz filan, həyəcanlanırdınız. Onlar artıq uzaqlaşır sizdən. Sizin probleminiz ən böyük qlobal bunu seçirsiniz. Tamam mı? Yəni bu əsas məsələdir. Uşaq xəstədir və yaxud valideyn xəstədir və s. Əsas məsələyə yönəlirsiniz. O yaddan çıxır. Buna görə perejivani keçirirsiniz, bu həyəcanlanırsınız, qorxursunuz. Uşağa görə xəstəliyi artıq düşünmürsünüz. Anlatabildim mi? Переключение budur. Yəni bu mütləqdir. Belə bir şey. Ona görə də nə ilənsə bir nəsə həmən o внутренний напряжениyanı, o şeyi, təzyiqi, o gərginliyi harasa yönəltmək lazımdır. Anlatabildim mi? Yönəldəndə, o projektor dediyim kimi yönələndə başqa yerə görəcəksiniz ki, siz rahatlaşırsınız. O ujuslar artıq sizi narahat eləmir. O ujusların fonunda siz həyəcanlanırsınız. Anlatabildim mi? Çünki yığırsınız. Mən ona görə bar-bar bağırıram ki, borca girməyin, kreditə girməyin, evdə konfliktə girməyin. Yəni, heç kəslə konfliktə ümumiyyətlə girməyin. Həyatınızı elə qurun ki, ancaq motivasiya ala biləsiniz bundan. Tamam mı? Uşağa öz sevginizi belə yalancadan yox, doğrucu. Çünki siz o uşağa sevginizi də göstərə bilmirsiniz. Çünki fikriniz özünüzdədir. Yoldaşınız da bezib əlinizdən qayğı istəyir, diqqət istəyir. Onu da qoymusunuz orada. Ancaq fikriniz özünüzdə, özünüzü qorumağa çalışırsınız, problem yaradırsınız evdə. Tamam mı? Cəmaat sizdən üz döndərmək istəyir. Siz onu belə eləməkdənsə, siz bu tərəfə yönəltsəz, elementar bir şey, görəcəksiniz ki, yoldaşınız sizə qarşı biraz başqa cür münasibət yaratdı. Övladlar tam başqa cür, o sizə motivasiya verəcək. Anlatabildim mi? Sən biraz da daha da istiləşəcəksən, isinəcəksən onlara, daha da istəyəcəksən bunu davamlı olaraq yəni eləyəsən ki, bu sənə motivasiya verib və görəcəksən ki, həqiqətən bu effektivdir. Siz ancaq düz eləmirsiniz, siz oturursunuz. Onsuz da bu nevrozda, mən sizə 1000 dəfə demişəm ki, nevroz qoruma mexanizmidir. Vəssalam, o sizi qorumaq üçün bunu eləyir. Anlatabildim mi? Sizin o negativlərinizə görə yığmışsınız, o təhlükə rejimini aktivləşdirmişsiniz, elə ora məndə təhlükə var, göndərirsiniz. Məndə təhlükə var, göndərirsiniz. Öyrəşdirirsiniz beyni ona. Və təbii ki, orada vegetativ sistem və s. bunlar aktivləşir. Neyromediatorlarda disbalans yaranır. Hipotalamus dayanır. Nə bilim, burada başqa cür sistem başqa cür başlayır işləməyə və siz artıq onu hiss eləməyə başlayırsınız, mənim əzizlərim. Ona görə də belə şeylərlə məşğul olmayın, oturun bütün günü Google-da araşdırın. O da negativdir də yığırsınız. Onsuz da o negativ o qədər var ki, orada bezmişsiniz, bezib beyin əlinizdən. Siz biraz da ancaq nə bilim, biraz da başqa şeylər ola bilər, məndə filan şey olsun, araşdırma elə. Nə bilim, özünüzdən də diaqnozlar qoyursunuz, ancaq negativlə məşğulsunuz. Belə olmur, mənim əzizlərim. Anlatabildim mi? Yönətmək lazımdır bir başqa işlərə. Mən məsəl üçün başqa sənətlərlə başladım eləməyə. Bir başqa sənətlə başladım, sonra bir başqa sənətlə başladım və belə-belə insanlara mən məsələn elə motivasiya alıram. İnsanlara yaxşılıq eləməklə və yaxud belə nəsə yaradıcılıqla məşğul olmaqla, insanlarla ancaq mən işləyirəm. Mənim işim ancaq insanlarla da deyə bundan motivasiya alıram.
Anlatabildim mi? Siz cəmiyyətdən qaçırsınız. Ümumiyyətlə evdə bir dənə iş görməyə həvəs. Hansı ki bunu eləyə bilərsiniz. Prosta özünüzü qoymusunuz ölüyə. Mən çox bədbəxt insanam. Məni tutub heç nədən uzanmışam, tərpənədə gözləyirsiniz. Açıq o daçıq var orada, gözləmə funksiyası. Onu aktiv eləmişsiniz, gözləyirsiniz. Elə bir ki, indi bu elə bir fiziki xəstəlikdir, orqanizm. İndi bu öz başına sakitləşəcək ya nəsə. Bu belə işləmir mənim əzizlərim, tamam mı? Nə qədər uzansanız, nə qədər onu düşünsəniz, nə qədər güya siz özünüzü qoruyursunuz da bu tipdə. Uzanım mən, güya belə fikirləşim, çözüm, nə bilim, neyiniyim. Bəlkə bunun altından çıxdım. Bu belə işləmir. Olmayacaq belə. Nə qədər qorunsan ondan, o qədər də sən bunu dərinləşdirirsən. Qorumaq lazım deyil. Qoy olsun. Sadəcə perkülsiyası ol başqa yerə yönəl. Bayaq dediyim kimi. Ona görə görəcəksən ki, bu effektivdir. Siz bundan məşğul deyilsiniz, eləmirsiniz. Anlatabildim mi? Nə ilənsə məşğul olun da, yəni, nə bilim, toyuğunuza saxlayın, sevginizi ora yönəldin, nə bilim, bir heyvanata, nə bilim, nəsə də nəsə eləyin. Əkib becərin, gül xəstələri var, məsəl üçün, gül becərdin, nə bilim, neyin, nə ilənsə belə yönəldin. Birinci çel qoyun, durdunuz, məni sevindirici nə ola bilər? Anlatabildim mi? Heç nə də bacarmadınız, yönəldin öz ailə üzvlərinizə, valideynlərinizə, qaynananıza, qaynatavıza, övladınıza, həyat yoldaşınıza, anlatabildim mi? Belə. Yenə 21 dəqiqə danışdım. Biraz qarışıq, bizim qarışıq söhbətimiz oldu. İndi bilmirəm, başa düşməsəniz yazarsınız. Diqqətlə qulaq asıb araşdırsanız biləcəksiniz ki, söhbət nədən gedir və bunun kökü nədir, nə etmək lazımdır, tamam mı? Yəni, mən nevrozam və qaçım psixoloqun yanına, mən avariyaya düşmüşdüm o vaxt, bundandır, gedim bu çözsün, belə bir şey yoxdur. Anlatabildim mi? Yoxdur. O artıq oldu, keçdi. Travmadır. Aldınız, travmanı beyin Allah Teala özü yaradı belə. Yəni, vaxt gedir, vaxt getdikcə o zajivat olunur, sağalır, öz başına örtülür üstü. Yəni, o vacib deyil, olaydan deyil. Tamam mı? Tak что travmatik olur. Travmadan həkimlər deyəndə, məsələn, egzogen nevroz deyirlər də buna, travma fonunda olur. Bu necə olur? Siz yığmısınız, bir gündə bir nəsə hadisə və partlayış. Anlatabildim mi? Siz ondan qabaqki şeyləri görmürsünüz. Siz əsas buna fokuslanırsınız ki, bu avariyadan sonra oldu. Amma səbəb o deyil. Anlatabildim mi? Səbəblər çoxdur. Orada uşaqlıq şeyləri var, tərbiyə var, nə bilim, nə var. O qədər şeylər var ki, gətirib çıxardır indiki vəziyyətə. Anlatabildim mi? Biz indiki vəziyyətlə işləməliyik. Biz o uşaqlıqda sizi necə böyüdüblər filan, belə, nə bilim, qorxaq kimi böyüdüblər, utancaq kimi böyüdüblər, indi necə böyüdüblər, indi psixologlar oralara gedib çıxırlar. Amma indiki sizin artıq 40 yaşınız, 50 yaşınız, 60 yaşınız, 30 yaşınız var, siz fokuslanmışsınız belə yaşayışa və indiki ilə gərək işləyəsən. İndi sən nədən qorxursan, nədir səni narahat edən, nəyə görə həyəcanlanırsan, onun həllini tapmaq lazımdır, tamam mı? Onun üzərində işləmək lazımdır ki, həyəcanı azaldasan, qorxunu minimuma endirəsən, tamam mı? Yəni, o keçmiş zat, bunlar elə belə səbəbdir. Necə ki, bəhanələr var, deyir, filan kəs filan yerə getməsəydi, bu hadisə başına gəlməzdi. Bu bəhanələrdir. Yəni, Əzrail heç vaxt öz adını Betnam eləmir, necə deyərlər. Bu da belədir. Yəni, mən avariya düşməsəydim, bu belə olmazdı. Nə bilim, mən müharibədə, döyüşdə olmasaydım,
travmatik yenə deyirəm, travmadan olur. Büyün travmaya düşdünüz hansı hadisəyə. Orada partlayış verdi. Həmən o travma aldığınız gün var ha, o olay. Oradan başladı sizin. Amma o deyil səbəb. Səbəb neçə illərin yığdığı negativlərdir. Anlatabildim mi? O qədər negativləri yığmışsınız. Prosta orada partladı. Dözmədi əsəb sistemi. Ona görə də əsəb sistemi pozuldu. İndi nədirsə onu həll eləmək lazımdır. Nədir sizi narahat eləyən, nədir sizi qorxudan, onun üzərində işləmək. İndi siz nəyi hiss edirsiniz, nəyi yaşayırsınız, nədən qorxursunuz, onu həll eləməyə çalışırsınız. Daha o avariyanı, filanı yox. Tamam mı? Çünki o həyəcan siqnalı aktivləşir, trivojnus aktivləşir, yəni o qorxu da aktivləşir, gözləmə funksiyası da aktivləşir. Siz o situasiya, harada ki oldu o sasda, yəni avariya məsəl üçün də düşmüsünüz. Onu həll elədin, axı bu aktivləşib, anlatabildim mi? Onu həll eləyirsiniz. Amma həyəcan zad qalıb, çünki indiki vəziyyətiniz yaxşı deyil. İndi başqa şeydir. Anlatabildim mi? Başqa şeylər sizi narahat eləyir. Ona görə də bu biraz qəliz məsələdir. İşləyəndə gərək işləyəsən. Ona görə də ABC sxemi daha effektivdir. Nəyə görə onu fikirləşirlər? ABC sxemi atırsan və sizi narahat eləyən emosiyalara gətirib çıxardan və simptom varsa simptoma gətirib çıxardan hər bir şeyi yazırsınız orada və həkim artıq baxan kimi bilir ki, sizi narahat eləyən məsələn ən vacib nədir? Anlatabildim mi? Məsəl üçün, var niyasozunuz da, məsələn, uşağınız elə bir xəstədir ki, elə ona görə narahat olmuşsunuz. Birdən-birə, nə bilim, uşağınızın böyük deyə, yaşı məsəl üçün də 10 yaşı var. 10 ildir siz həyəcandasınız. Birdən-birə haçansa avariya düşürsünüz, olursunuz nevroz, travmatik. Psixoloq götürür o avariyanı düzəldir. Amma səbəb o deyil. Səbəb neçə illərdir sizin o prejivaniyanızdır uşaq üçün. Anlatabildim mi? Ona görə biz ABC sxemi veririk. Siz yazırsınız narahatçılığı, olayları, narahatçılıqları, emosiyaları. Anlatabildim mi? Bunları hamısını yazıb bizə verəndən sonra biz bilirik ki, sizin narahatçılığınız əsas nəyə görədir və onun üzərində işləməyə başlayırıq. Tamam mı? Belə. Dahi biz, məsələn, psixolog sənə sual verir filan, axı bilmirsən, sən ancaq avariyadan danışacaqsan. Elə bilirsən ki, imini problem odur. Ondan qorxmusan belə olub. Anlatabildim mi? Psixologlarda ən çox yönəlirlər uşaqlıq dövrünüzdə, sizin uşaqlıq dövrünüzdə. Sizi necə böyüdüblər, necə tərbiyə veriblər, nətər olub, qorxaq böyüdüblər, nə bilim, çox sığallayıblar. Yəni, bu şeylərlə, bunlar şablon bir şeydir. Yəni, bura çox meyillidirlər, oradan başlayırlar. Amma səbəb o deyil. Mən nevrozlardan danışıram, mən o şeyləri demirəm, nə bilim, depressiv, stres çəkən insanlardan vermir söhbət. Onlar da pis hiss eləyirlər özlərini çox filan belə, amma onlar depressiyalı insanlardır və yaxud stresli insanlardır. Onu psixologlar işləyə bilirlər. Yəni, qaydasına qoya bilirlər. Amma nevroza o işləmir. Nevroz artıq nevrozdur. Nevroz nəyinsə fonunda, uzun illərin fonunda gətirib çıxardır, nevroz eləyir. O bir dənə avariya düşməklə nevroz olmursan bir dəfə. Qorxa bilərsən, qorxudan nə bilim, biraz özünü yaxşı hiss eləmərsən, o 5 gün, 3 gündən sonra yəni qaydasına düşən bir şeydir. O sizi illərlə gətirib panikaya, filana, bəsməkana çıxardan bir şey deyil. Bu illərin yığdığınız şeylərdə, egzogenlərdə. Amma endogenlərdə yox, endogenlərdə anadan gəlməlidir.
strukturu elə qurulub. Beynin strukturu odur. Anlatabildim, mexanizmi. Yəni o cürlə qurulub da beyni Allah Taala mərkəzi sinir sistemini həssas yaradıb. Çox reaksiyalı insansınız. Hər şeyə reaksiya verirsiniz. Tamam mı? Bax belə mənim əzizlərim. Uzun çəkdi söhbətimiz. İndi bilmirəm sizə maraqlı olarmı, olmazmı? Dedim çəkim bunu da sizə çatdırım. Bu da bir xırda detaldır. İndi yadıma düşdükcə yavaş-yavaş sizə bu şeyləri çatdıracağım. Sizə axırda alim eləyəcəm, biləcəksiniz bütün detalları. Ona görə də deyirəm ki, bunun detalları çoxdur mənim əzizlərim. Texnikaları da çoxdur, çox milyard dənə texnikalar var da, yəni mükəmməl hər bir insana görə. Çünki nevroz eynidir, amma düşüncələr fərqlidir. Anlatabildim mi? Siz bir başqa cür düşünə bilərsiniz, bu birisi bir başqa cür düşünə bilər. Hərənin özünə görə interpretasiyaları var, düşüncə tərzi var, baxışı ayrı-ayrıdır. Ona görə də texnikalar da ayrı-ayrıdır, psixoterapiya ayrı-ayrıdır. Tamam mı? Baxırsan, konsultasiya aparırsan və təyin edirsən xəstəliyini, vəziyyətini və başlayırsan onun üzərində işləməyə. Və ən əsaslı odur ki, var ağır texnikalar, var yüngül texnikalar. Var ağır nevroz, var yüngül nevroz. Anlatabildim mi? Yəni, ağır nevroz nədir? Özünü illərlə saxlayıb, ağırlaşdırıb, artıq bu, necə deyim, anksiyetalıdır. Hər şeyə görə həyəcanlanır. Hər bir çıxıltıya görə. Hətta heç nə yoxdur, heç bir problemi yoxdur, yenə həyəcanlanır. Anlatabildim mi? Yəni, o biraz ağırdır, onlar üçün ağır texnikalar gəlir. Var elə texnikalar var ki, deyirəm ki, xəstələr bir döysən yarımçıq saxlayırlar. Və yaxud xəstə var ki, məsələn, o yükü qaldıra bilmir, yuxusu qaçır. Dərhal bilirəm də, ona görə mən mütəmadi əlaqə saxlayıram xəstənin vəziyyətini bilmək üçün. Bir döyürsüz, yuxu yoxdur. Yuxunun olmamağı bizə sərf eləmir. Əsas məsələ nevrozda yuxudur. 8 saat norma yatmalısan, mütləqdir bu, mütləq. Yəni, bu ən birinci şeylərdən biridir, müalicə metodu. Yuxunu normallaşdırmaq. Anlatabildim mi? Ona görə yüklənir, texnikalar ağırdır, görürsən yuxu qaçır. Yata bilmir bu insan. Yüklənib deyil, naqruskadadır. Və dərhal biz texnikaları ya yüngülləşdiririk, ya azaldırıq. Keçirik motivasyon seanslara, keçirik bir başqa seanslara. Anlatabildim mi? Ki, beyin dincəlməyə başlasın. Belə, yəni detallar çoxdur. O xəstələr var, keçmiş xəstələr, ay, mən kömək eləyirəm, nə bilim, sağaldaram, nə bilim, neynəyərəm, sənin öz əlindədir, belədir, filandır, bəsməkandır. Bunlar hamısı xulyalardır, bunlar hamısı boş-boş cəfəngiyatlardır. Yəni, belə şeylərə inanmayın. Bilirəm, qənaət eləyib, nəsə asant yol axtarırsınız. Amma işləmir. Biraz da çətinləşdirirsiniz, vaxtı da itirirsiniz. Vaxt gedir. Nə gedirsə sizdən gedir. Anlatabildim mi? Ona görə belə şeylərə inanmayın. Onlar bilmirlər nevrozuna olan şeydir. Vəbşə anlayışları yoxdur. Nə olsun, onlar indi bir balaca yaşayıblar onu, panik biliblər nədir. Panik, bilirsiniz, mən panik ataka vəbşə o sonuncu mərhələdir. Yəni, bütün nevrozların növ təşviş həyəcanın sonu panik atakdır, ən sonu. Anlatabildim mi? Yəni, həyəcan, fikir, nə bilim, nəvəsrı мысli deyirlər də, sarışın hallar. O saqqız kimi o fikirləri dala qabağa, o qədər eləyirsə, gətirib panik ataka çıxardırsınız. Özünüz çıxardırsınız bunu. Anlatabildim mi? Panik atak xəstəliyi deyil. Belə proyevleniyadır. Mən bunu 1000 dəfə demişəm. Həkimlər ona deyir, normal deyil bu. Amma insan özü gətirib çıxardır ora və panik atak mən şəxsən 2 seansı onu aradan qaldıra bilirəm. Hətta elə vaxt olur bir seansı. Yəni, elə bir problemli bir şey deyil panik atak.
panik atakı səbəb bilməyin də, yəni mən panik atakam deyirsiniz, güya bu xəstəlikdir. Belə deyil də bu. Deyin ki, biz nevrozam, mən təşviş həyəcanlı insanam və panik atak yaşayıram. Panik atak isterik nevrozlarda da var, ipaxonlarda da var, nə bilim, bütün növlərdə var. Bütün növlərdə. Ona görə də yəni mən panik atak xəstəliyi bilmirəm. Adrenalinin çox yüksək olmasından o fonda yaranan panik atakdır. Anlatabildim mi? Yəni 10 dəqiqəlik məsələdir. Panik ataktan sonra və panik atakı keçirdiniz, özünüzə əl qatdınız, nə bilim, ölürəm, skoru filan bəsməkən buraxandan sonra yenə də eyni fikirlər gəlir, başlayırsınız onu çeynəməyə. Panik atak vaxtı o fikirlər sizdən gedir, artıq fikirləşmirsiniz onu. Məsələn, fikrin biri, birdən mən ailə üzvlərimə bir şey eləyərəm. Birdən-birə gəldi bu negativ. Beyin özü onu tapır, göndərir. Heç nə tapmayanda həyəcanınız var, axı insan boş yerə həyəcanlana bilməz, qorxa bilməz. Beyin onu tapır, atır versiya kimi. Sizdə hardasa, haçansa eşitmişsiniz, ailə üzvlərini kimsə vurub, öldürüb filan, bizim xəbərlərdə, orada, burada, şəbəkələrdə görürük. Bunu eşitmişsiniz, hardasa belə məyus olmuşsunuz, nəsə belə fikrinizdən keçib, bilməmişsiniz onu. O qalıb, zafiksirvət olunub, qalıb beyində. Beyin onu axtarır, tapır. Sən birdən özünkiləri öldürə bilərsən, bilir ki, ondan qorxursan sən. Bəlkə budur problemin. Sən də onu verirsən, dala verirsən, qabağa, verirsən, dala verirsən, qabağa, verirsən, dala verirsən, qabağa, qorxursan və yaxud dəli olaram birdən, kontrolumu itirərəm birdən, infarkt olaram birdən, insult olaram birdən, gedir, gəlir, başlayırsınız, onu çeynirsiniz, axırda gətirib panik ataka çıxardırsınız. Panik ataka çıxardanda, məndə nəsə baş verir, deyəsən mən ölürəm, deyəsən ürəyim partlayır, deyəsən mənə indi qansız, təzyiqim qalxar, qan sızar, siz bunun hayındasınız. O elədiyiniz fikir, o kiməsə zərər yetirərəm, o yaddan çıxdı. Amma səbəb o idi. Bu yerə gətirib, panika gətirib çıxartmaqdınız. Anlatabildim mi? Vaxtında psixoloqa, psixoterapevtə müraciət eləsəydiniz, desəydiniz ki, mən qorxuram ki, ailə üzvlərimdən kiməsə zərər yetirərəm, o zaman onu çözəcəklər və panik atak yaşamayacaqdınız və yaxşı olacaqdınız, sağalacaqdınız. Siz onu panik ataka qədər gətirib çıxardırsınızsa, artıq gecikmiş formasıdır. Anlatabildim mi? Gecikmişsiniz artıq. Belə, yəni elə bir nevroz yoxdur, ancaq panik atakı yaşasın. Yəni heç bir şey yoxdur məndə, ancaq panik atakı yaşayıram. Belə bir şey yoxdur. Panik atak həyəcanın fonudur. Həyəcandan gəlir. Vəssalam. O qədər ki, həyəcan keçirdirsiniz. Fərq eləmir, lüboy şeyə görə həyəcan keçirdirsiniz. Qloballaşdırırsınız, onu fantaziravat eləyirsiniz, onu böyüdürsünüz, şişirdirsiniz. Nələr düşünürsünüz onun barəsində, gətirib panik ataka çıxardırsınız. Panik atak özü səbəb deyil. Səbəb başqadır, panik atak onun fonunda yaranır. Tamam mı? Ona görə mən panik ataka xəstəlik kimi baxmıram. Anlatabildim mi? Və o nevrozlar ki var, müvəqqəti nevrozlar, yəni hansısa stres fonunda yaranır bir müddət və beyin hər zaman özünü qorumaq üçün, yəni özünü bərpa eləmək üçün marağındadır. Və başlayır onu, yəni yüngüldür deyə beyin onun özü avtomatik qaydasına qoyur. Bu elə bilir ki, mən özümü sağaltmışam və başlayır kimlərəsə dəstək, kömək eləməyə, detalları bilmir, mexanizm bilmir, heç nəyi bilmir. Yəni bu heç bir texnika bilmir, heç nə bilmir. Ağzına gələni deyir. O motivasyon sözlər deyə bilər, məndə də belə olub, qorxma, nə bilim, narahat olma, belə şeylər deyə bilər, müvəqqəti sizə rahatlıq verə bilər, amma o çox müvəqqəti olur. İkinci dəfə gələndə möhkəm gəlir, anlatabildim mi? Ona görə belə şey, simptom
tükənməzdir. Səbəb nevrozun səbəbi simptom deyil axı, ürək sancı, nə bilim, qarın ağrıyır, mədə sıxılır, baş gicəllənir, göz qaralır. Bu deyil də nevroz. O simptomdur. Nevroz tam başqa şeydir. Anlatabildim mi? O simptomlar sizin iç dünyanızın səsidir. Sizə çatdırır ki, bəsdir, yoruldum mən, əl çək, yanaram indi, xarab olacam, onu demək istəyir. Siz başa düşmürsünüz. Nevroz tam başqa şeydir. Onun detalları çoxdur. Mən onları heç vaxt açıqlamıram, heç bir xəstələrə də açıqlamıram. Çünki onlarda onsuz da gözləmə funksiyası aktivdir və başlayacaqlar o şeyləri gözləməyə. Ona görə də lazım deyil belə şey. Mən demirəm, məsələn, heç bir simptom. Ağır simptomları var. Ağır, məsələn, nevrozun ağır şeyləri var. O OK5-liklarda ən əsas çox olur. Yəni, onları demirəm. Qalan şey simptomdur. Simptom da sizin iç səsinizdə deyir, bəsdir də, dili yoxdur desin, başlayır belə-belə şeylər eləməyə. Anlatabildim mi? Siz də ondan da qorxub gətirib panika çıxardırsınız. Belə. Əsas məsələləri həll eləmək lazımdır. Tamam mı? Və ona görə də biz ABC sxemi Ellison, Albert Ellison onu yaradıb, kognitiv terapiya, ABC sxemi. O çox mükəmməldir. Çox mükəmməldir. Onu işləyirsən və onun üzərində işləyirsən, artıq xəstəni bilirsən, nədir. Daha oturub onun uşaqlığından, nə bilim, araşdırmırsan da belə şeyləri. Sadəcə ABC sxemi verirsən, o nədən qorxur, nədir onu narahat edən və hansı simptomları, hansı emosiyalara qapanır, onu yazır və onun fonunda işləməyə başlayırsan və onun həllini tapırsan, həll eləyirsən, xəstə nə olur? Sağalmağa başlayır. Belədir, mənim əzizlərim. Çox danışdım, artıq 42 dəqiqədir. Kimdir mənə demişdi, biraz uzun çəkin. Deyir, sənin üçün çəkmişəm. Otur, bax, 42 dəqiqə əzab verim sənə biraz. Sağ olun, sağlıqla qalın. Nə sualınız olsa verə bilərsiniz. Tamam mı? Sağ olun.